Mayın 21-də Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında partiyanın Veteranlar Şurasının üzvləri ilə Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin nümayəndələrinin görüşü keçirilib. YAF Veteranlar Şurasının sədri, partiyanın idarəyyətinin üzvü Arif Rəhimzadə, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təşviqi və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması kimi məsələlərin daim diqqət mərkəzində olduğunu və ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Görüşün əhəmiyyətinə diqqəti cəlb edən Arif Rəhimzadə sözügedən istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü Sudeyf İmanverdiyev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib. İctimai Birliyin aktual məsələlərlə əlaqədar mühüm layihələr reallaşdırdığını, o cümlədən Türk dövlətlərində əlamətdar hadisələrlə bağlı çoxsaylı tədbirlərin keçirildiyini, Azərbaycanın bir sıra ali məktəbləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Sudeyf İmanverdiyev rəhbərlik etdiyi təşkilatın YAF Veteranlar Şurası ilə işbirliyində maraqlı olduğunu bildirib. Görüşdə YAF Veteranlar Şurasının üzvləri Tahir Məmmədov, Elbay Qasımzadə, Arif Qaraşov, Zərifə Quliyeva, Adilə Abbasova, Tahir Rızayev, Şahlar Əskərov, YAF Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin idarə heyətinin üzvü Ramiz Məşədiyəsənli, Qadınlar Şurasının sədri Güllü Yoloğlu, təşkilatın nümayəndəsi İbrahim Quliyev çıxış edərək əməkdaşlıq imkanları barədə fikirlərini bildiriblər.